Bir çox xəstəliklərin biz bilirik ki, bəzən belə deyək də bir çox həkimlər oruç tutmaqla, yəni ki, həm pəhriz saxlamaqla, bir çoxları da deyir ki, oruç tutmaqla sağaltmış olurlar. Siz necə tövsiyə edərdiniz? Yəni oruc tutsunlar, bir çox xəstəliklərdən azad olsunlar. Əgər insanın mədə-bağırsaqda, qaraciyərində, böyrəklərində təzyiqlə bağlı, yəni ki, su içməlidir, bir problemi yoxdursa, oruç tutmaq düzgündür, lazımdır, mütləqdir. Niyə görə? Çünki bizim bədənimizdəki hüceyrələr bir müddətdən sonra artıq belə deyək ki, zərərli və bizə gərəksiz olan mikroorqanizmləri tutub öldürə bilir və yaxud da ki, orqanizm özünü təmizləyə bilir. Bilirsiniz, oruç tutmağı arıqlamaq üçün yox, o düzgün deyil. Oruç tutmaq həm bir dini təmrindir, həm də onun siz inancdan da əlavə bir fəlsəfədir.